At deyirlər yuxuda görmək muraddır, arzudur. Allah hər kəsi arzusuna, niyyətinə, muradına çatdırsın. Təqdim edəcəyimiz ev Ramana Gülçülükdən də 53 minə əşyalar ilə birlikdə isə yaşayışlı evlə gəlmişəm. 2 sot torpaq sahəsinin içərisində 6-7 daş kürsüdə qoşadaş 4 otaqlı həyət evimizdir. Evin yataq otağı keç o pəncərə tərəfə ki, əşyalarımızı bəli, bütün əşyaları ilə birlikdə satılır, tam əşyalı. Burada bir yataq otağı var. Növbəti ailə yataq otağı gördüyünüz kimi, yəni bu otaqdakı dəst demək olar ki, təptəzədir. Şkafıdır, komotudur, taxtıdır. Kombi, radiator, ümumiyyətlə bütün kommunal sistemləri hamısı mövcuddur. İstilik sistemi kombidir, kombisi radiator var. Bu otaqda ev sahibi yatır. Biz ona görə narahat eləmirik. Keçək mətbəxinə. Da mətbəxi yerləşir. Allah saxlasın. Bu da evimizin balaca sakinidir. Mətbəx mebeli var, qazı, aspiratoru, moykası, hər bir şey qalacaq. Ay can, teşekkürlər uşaqdır. Keçdik həyətini göstərək. 2 sot torpaq sahəsinin içərisində və buranı görsüz kərpiclə ev yəsi artırıb. Niyə? Sanitar qovşağını çox güman ki, sanuz elə ora salmaq istəyir. Çünki evin içərisində videoda diqqət eləsəniz, evin içərisində deyil, həyətindədir, amma tam təmirli həyətində sanitar qovşağı sanuz eli mövcuddur. Həyəti yəni sahəsidir. Evin sol hissəsində bağı da var qəşəng. Gedib bağı göstər gəl bir dənə. Sadəcə evin arxasını keçmək olur oradan. Burada da sanitar qovşağı sanuz elidir. Bütün aksesuarları var. Padvalına girişdə vardı. Evimizin qiyməti 53 min manat. Real müştəriyə təbii ki, ev yəsi tərəfindən endirim olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.